Həftəlik bürclər 27 iyuldan 3 avqusta doğru od ünsürləri, qoçlar, şirlər, oxatanları nələr gözləyir? Birinci qoçlardan başlayaq. Əslində qoçlar çox gözəl həftə olacaq və bu həftənin demək olar ən şanslılarından biri də siz olacaqsınız. Çünki bu həftə bilirsiniz necə istədiyiniz idarəni, istədiyiniz şansı, mən istəyirəm deyə başlayacağınız hər bir şeydə güclənə bilərsiniz. Tək olan qoçlar varsa, bəli, bu həftə həyatınızda böyük bir dəyişmə edəcək insanlar, münasibət olaraq, şəxsiyyət olaraq, şans olaraq gələn insanlar həyatınızda böyük bir dəyişmə edə bilər. Sadəcə olaraq həftənin sonlarına doğru, belə deyim də, cümə axşamı və cüməyə doğru həyatınızda istəklərinizə və həyatınızda gələn fürsətləri dəyərləndirməlisiniz. Biri var istəyəsiz, əldə edəsiz, biri də var ki, doymayasınız. Sizdə bəzi nüanslarda doymama kimi bir problem yarana bilər ki, o da şeytan yanınızda aktivləşdirib verdiyi şansları səhv istiqamətə doğru yönəldə bilər. Ona görə həftənin sonlarına doğru məntiqinizi daha çox işə salmalısınız. Bəli, şanslarınız çox gözəldir. Ailə ilə şəxsiyyətin tamamlanmalarınız, örnək insan olaraq qabağa çəkilməyə lazımlı insan kimi dəyərlənə bilərsiniz iş kollektivində, mühitində. Amma bunun hamısı bilirsiniz də çox böyük şanslar, çox böyük, belə deyim də, təhlükəni aktivləşdirə bilər. Bu həftənin sonlarına doğru təhlükə güclənə bilər. Sadəcə hər şeyi çox dəqiq dəyərləndirməyə çalışın və öz istəklərinizi bir balaca, belə deyim də, çox yox, az da olsa məntiqlə idarə etməyə çalışın. Zaten şansımız var. Həftəni 88-89%-ə qədər qoçlar uğurda edə bilərsiniz. Şirlərə gələndə isə həftənin önlərində bir balaca normadan çox əsəbiyyətiniz olacaq. Bu da lazımsız səbirsizliyinizin səbəbi olacaq şir bürcləri. Çünki başqalarının danışıqları, başqalarının təsir nəticəsində səbirsiz addımlar ata bilərsiniz, gizlənə bilərsiniz, güvənsizliyə edə bilərsiniz, şübhəyə düşə bilərsiniz. Amma həftənin sonlarına doğru həm maddisal olaraq, həm qadın kişi olaraq şir bürcləri özünüzü güclü şəkildə dəyərləndirəcəksiniz və o qədər ruhunuz sakit olacaq ki, həftənin önlərində dalğa çox böyük olacaq, sizi incidəcək, zamanın dəngəsizliyini yaşayacaqsınız. Həftənin sonlarına doğru isə tam tarazlıq vurmağı bacaracaqsınız və kimlərinsə vasitəçiliyinə yeni bir işlərə, yeni bir başlanğıclara, yeni bir təkanlara, sanki yarımçıq qoyduğunuz bütün işləri, şirlər kimlərinsə köməyi nəticəsində aktivləşdirib gücləndirə biləcək bir alana keçəcəksiniz və öz uğurunuzu da əldə edəcəksiniz. Çox da wow bir həftə olmasa da, amma həftənin sonlarında o gücünüzü, o şansınızı, o içinizdə olan şübhələri bağlayacaqsınız. 78, 79, 80% də ola bilər ki, şir bürcləri həftənizi aktivləşdirə biləcəksiniz və bu həftə sizi qoruyan insanlar sizin problemlərinizi özləri həll etməyə çalışacaq. Oxatanlara gələndə isə oxatanlar bu həftə çox belə narahatdır. Ən birinci narahatçılıq sizin bədən narahatçılığınızdır, sağlamlıqla, özünüzlə görə bilmədiyiniz bəzi nüansları keçmişdən gələcəyə doğru görəcəksiniz və ola bilər ki, keçmişdə yarımçıq saxladığınız problemlər nədirsə, yəni boş verdiyiniz problemlər, onlar daha da böyüyə bilər, daha da psixolojik olaraq sizi əsəbləşdirə bilər. Həftənin sonlarında demək olar ki, çox güclənəcəksiniz. Yəni o keçmişdən yarımçıq qalan udarlar sizi bir balaca sirkələyəcək. Həftənin sonlarına doğru emosiyalarınızı, məntiqinizi salıb hər kəsə güclü olduğunuzu, dözümlü olduğunuzu, ağıllı olduğunuzu bildirəcəksiniz. Amma keçmişin dalğası, belə deyim, Merkurun retrosu bitib, Saturnun retrosu hələ də zəif də olsa davam elədiyi üçün birinci növbədə sizə də təsir edir və o ümidsizliyiniz, o keçmişin yarımçılıqları, belə deyim, sizin tam dəngənizi poza biləcək bir vəziyyətə keçə bilər. Amma narahat olmayın, həftənin sonlarında özünüzü çox ağıllı aparmağa bacaracaqsınız. Bəli, o bir məsəl var, sınsam da ayaq üstəyəm. Bax, elə bir vəziyyətdə olub, emosiyalarınızı qoruyub, hər kəsə güclü olduğunuzu bildirəcəksiniz. Sağlamlıqla narahat edən bir məqamlar, göz, boğaz və belə deyim də kürək sistemimizdə narahatçılıqlar aktiv vəziyyətdə ola bilər. Bunlara fikir verməlisiniz oxutanlar. Və ən əsas bir şey deyəcəm sizə, keçmişdən gələn, belə deyim də, ətrafınızda olan bir insan olacaq ki, o insanı siz boş saymışsınız. Yəni, önəmli bir insan deyil kimi nəzərə aldığınız bir insanla bağlı bəzi xəbərlər, bəzi problemləri eşidə bilərsiniz. Onu dəyərləndirməyə çalışarsınız. Ümumi dəyərləndirsə 72%-ə qədər həftənizi uğurlu edəcəksiniz. Çox emosionalsınız bu həftə, çox hər şey qırılğansınız, hər şey incəyən bir vəziyyətəsiz. Məncə boş versəz daha yaxşı olar.